Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala əşrafil ənbiyai vəl mursalin. Nəbiyyina Muhammedin və ala alihi və sahbihi əcma'in əmmə bə'd. Esselamu aleykum və rəhmətullahi və bərəkatuhu. Qardaşlar, hər birinizi Allahın salamı ilə salamlayıram. Elhamdülillah, yenə də Allahın rəhməti ilə, onun müvəffəqiyyəti ilə Allah Subhanahu taala yenə də bizi onun dinini öyrənməyə müvəffəq edir. Allahdan istəyirəm ki, Allah Subhanahu taala bu əməllərimizi hər birimiz üçün qiyamət günü qəbul olunan əməllərimizdən eləsin və bizi bu mövzulardan faydalanmağı, onun gözəl adlarını, kamil sifətlərini layiq şəkildə öyrənməyi bizə müvəffəq eləsin. Yəni mövzumuz Allahın ad və sifətlərini, adlarını, gözəl adlarını başa düşməkdir. Şeyx Abdurazaq Həfsəhullahın kitabıdır və 14-cü dərsə gəlib çatmışıq bu barədə və bugün götürəcəyimiz Allahın adı Əl-Basir. Əl-Basir. Əl-Basir nədir? Görən. Hər şeyi görən. Bu ad Quran-ı Kərimdə Allah Subhanahu taala bu adı 40-dan çox yerdə gətirir. Və biz bundan qabaq qayda öyrənmişdik ki, qardaşlar, Allahın adları nədir? Təvqifidir, yəni dəlilə söykənir. Ya Quranda, ya da sünnədə sən onu öyrənməlisən. Dəlili gəlməlidir Allahın adının. Yəni sən özündən ad icad edə bilmərsən Allaha. Və yaxud da özündən nəsə deyə bilmərsən Allaha. Ona görə də birinci növbədə dəlil Quran-ı Kərimdə olmalıdır və həmçinin Peyğəmbər sallallahu əleyhi və səlləmin sünnəsində. Və dedik ki, Allahın bu adı Quran-ı Kərimdə 40-dan çox yerdə gəlir. Məsələn, Allah Subhanahu taala buyurur ki, Şura surəsi 11-ci ayədə "Leysə kəmislihi şey'un və huvəs-səmi'ul basir." Yəni onun mislində heç bir şey yoxdur, ona bənzər heç bir şey yoxdur. O eşidəndir və görəndir. Gördünüz, burada Əl-Basir adı keçdi. Və həmçinin Allah Subhanahu taala buyurur ki, "İnnallaha kana sami'an basira." Allah Subhanahu taala həqiqətən Allah eşidəndir, görəndir. Burada da gördünüz, basiran gəldi. Yəni Allahın bu adı keçdi. Və başqa bir ayda Allah Subhanahu buyurur ki, deməli Bəqərə surəsinin 265-ci ayəsində ki, "Vallahu bima ta'maluna basir." Allah Subhanahu taala sizin nə etdiklərinizi görür. Və başqa bir ayda Allah Subhanahu taala buyurur ki, Əl-İmran surəsi 15-ci ayədə, "Vallahu basirun bil ibad." Allah qullarını görür. Və başqa ayda Allah Subhanahu taala buyurur ki, Mülk surəsi 19-cu ayədə, "İnnehu bi kulli şeyin basir." Həqiqətən o hər bir şeyi görür. Fikir verin, subhanallah, hər bir şeyi. Və başqa bir ayda Allah Subhanahu taala buyurur ki, Şura surəsinin 27-ci ayəsində, "İnnehu bi ibadihi xabirun basir." Həqiqətən Allah, yəni qullarından xəbərdardır, onları haqqında məlumatı var, hər şeylər haqqında xəbərdardır və onları görür. Və başqa bir ayda Allah Subhanahu taala buyurur ki, İsra surəsinin 17-ci ayəsində, "Və kəfə bi rabbika bi zunubi ibadihi xabiran basira." Rəbbinin qullarının günahlarını bilməsi və görməsi kifayətdir. Subhanallah. Yaxşı, bu adın mənası nədir? Əl-Basir, yəni Allah Subhanahu taala görülən hər bir şeyi görür. Görülən, yəni istər insan gözü ilə görülsün, istər görülməsin, hər bir şey, o şey ki görülür, olan hər bir şeyin görür. Və hər bir şeyi görür kainatda, istər o xırda olsun, istər kiçik olsun və sərt daşın üzərində, sərt qara daşın üzərində, zülmət gecədə qarışqanın ayaq gəzintisini, ayaq izlərini görür Allah Subhanahu taala. Yəni o sərt daşın üzərində qarışqa ayaq izi buraxmır. Yəni daşdır da, çox o, hətta Allah onu da görür. Yəni zülmət gecədə. Və həmçinin də subhanallah, nəinki onu, yəni onun bədənində olan qidanın necə hərəkət etməsini, onun orqanlarını və onun orqan damarlarında axan qanı hamısını görür. Allah Subhanahu taala 7 qat yerdə və 7 qat səmada nə varsa hər şeyi görür. Allah Subhanahu taala göz qapaqlarının hərəkətlərini və gözlərin xain baxışlarını da bilir. Yəni xain baxışlar nədir? Yəni Allah Subhanahu taala, yəni
qəlblərdə olanları da bilir. Ola bilər ki, insanın qəlbində zahirinə oxşamayan şeylər olsun, Allah ondan da xəbəri var. Zaten qiyamət günü əməllərin savabı nəyə görə veriləcək? Qəlblərdəki olanlara görə. Aydındır. Və ona görə də bu adın insanın yaşamasında, dininin üzərində böyük rolu var. Sən biləndə ki, sənin Rəbbin Bəsirdir, hər şeydən xəbəri var, hər şeyi görür. Sən nə etməlisən? Subhanallah, gizlənsə yer yoxdur. Özünü düzəltməlisən. Necə ki, İbn Qayyim rəhməhullah Tariqul Hicrəteyn kitabında, məşhur kitabıdır şeyxin, buyurur ki, Əl-Basir deyir, onun deyir, görməsinin kamilliyi sayəsində deyir. O deyir, kiçik zərrə var, biz nə deyirik ona? Mikroorqanizm. Yəni, onun da deyir, orqanlarını, onun ətini, qanını, beynini, damarlarını, hamısını görür. Və həmçində deyir, o, yəni gecə vaxtı, zülmət gecədə sərt daşın üzərində gəzən qarışqanın ayaq izlərində görür. Sən təsəvvürlə, Yunus əleyhissalam harada idi? Balığın qarnında idi. Və onun görülməsi üçün nə qədər maneə var idi? Suyun altı, qaranlıq, balığın qarnı, bulud və s. və s. və s. Allah Subhanahu taala heç bir maneə deyil. O insan üçün kimlər sizə maneədir? Allah Subhanahu heç bir şey maneə deyil. Allah Subhanahu taala məxluqatını yaradıb və onların hamısını da görür, onlardan xəbərdardır. Necə ki, məşhur bir şeir var. İmam Qurtubi rəhməhullah öz təzkirə əsərində bu şeiri gətirir. Bir nəfər dua edir Allaha. Deyir ki, ey Allah, sən ağcaqanadın qanadını açıq tutarkən, yəni o zülmət gecədə, qaranlıq gecədə ağcaqanadın qanadını açıq tutarkən onu da görürsən deyir. Və həmçinin deyir, onun boynunda olan damarlarının birləşdiyi yerləri də görürsən deyir. Və həmçində deyir, sən deyir, onun deyir, arıq sümüklərinin arasında olan beynin də görürsən deyir. Və deyir, ona görə də deyir, mənə tövbə etməyi nəsib et ki, o tövbə ilə, yəni deyir, o əvvəlki vaxtlarda olan, məndə olan, əvvəlki zamanlarda olan o baş verən günahlarımı deyir, siləsən. Tövbə məvfəq elə mənə. Yəni, Allah tərifləyir. Bu da Allahın adlarından biridir. Yaxşı, bu ad bizə nə fayda verir? Biz bildik ki, Allah Subhanahu taalanın görməsi necə kamildir. Ən kamil Allahın görməsidir. Və bu ad insandan tələb etdiyi şeylər var. Yəni, insan bu adı bildiyi zaman həqiqi zəlil olmalıdır Allahın qabağında. Boyun əyməlidir. Həqiqi boyun əyməsi düzəlməlidir insanın. Və həmçinin Allahın daima onu nəzarət etməsini bilməlidir. Lə təxuzuhu sinətun və lə nəvm. Onu nə mürgü tutar, nə də yatar. Nə demək? Yəni, mürgü tutan insan lap hər şey görsə belə bir kəs. Mürgü tutar, yadından çıxar, görməz. Yatar, görməz. Allah nə mürgü tutur, nə də ki, yatır. Allah daima nəzarət edir məxluqatına. Daima məxluqatın nə işlə məşğul olduğunu bilir. Kimin nəyə ehtiyac olduğunu, kimin nə lazım olduğunu onları bilir, onları ödəyir Allah Subhanahu taala. Allah Subhanahu taala yəni ki, daima insan Allahın nəzarəti altındadır. Və bu adı insan biləndə, insanda bu şeyi tələb edir insan. Və insan ona görə də bu adı gerçəkləşdirən insan öz üzərində ibadətində hansı dərəcəyə çatmalıdır əslində? İhsan dərəcəsinə çatmalıdır. Və insan günahlarından çəkinməlidir ki, subhanallah, mən necə günah edirəm ki, Allah mənə günah elə görür. Mən utanmıram Allahdan, cəzalandırar məni. Elə cəza verər mənə ki, altından çıxa bilmərəm. Allahın rəhməti böyükdür sadəcə. Yəni, biz cəzaya layiq, sələflərdən biri deyir, subhanallah, Allah deyir, bizim yaxamızdan tutmaqdan da əlimizdən tutur həmişə. Yaxamızdan tutmaqdan da əlimizdən tutur, rəhməti böyükdür. O deyir, əslində bizim yaxamızdan tutmalıdır, deyir. Amma əlimizdən tutur, deyir. Qoymur bizi, deyir, yəni həlak olmağa. Amma yenə də insan Rəbbindən utanmalıdır, həya etməlidir. Deyir, subhanallah, bu qədər neymət verib Allah mənə, məxluqat sizin içərisində heç kəsə vermədi, hidayəti mənə verib və mən günah edirəm o adına. O ad görür Allah mənə görə. Təsəllə, o günahı sən çıxıb bir qulun yanında eləyərsən, insan eləmərsən, deyərsən, subhanallah, filan kəs mənə görməsin. Amma sən aləmlərin Rəbbi səni görə onu edirsən. İnsan bunu dərk eləməlidir ki, o nəzarətsizdir. Ona görə insan bu adı bildiyi zaman, bu ad onda nə təəssürat etməlidir? İbadətində, yəni ihsan dərəcəsinə çatmış kimi. Necə ki, Peyğəmbər sallallahu aleyhi ve sellem o sözün
yəni o ihsan dərəcəsinin tərifini necə verir? Hə? Deyir ki, sən Allahı görürmüş kimi ibadət eləməyindir. Sən onu görməsən də, o səni görür. Bu muraqibə şeydir. Yəni ki, bir var ihsanın iki dərəcəsi var da. Bir var sən Allahı görürmüş kimi ibadət edirsən. Buna deyirlər sevgi. Sevərək hər yerdə Allahın rızasını axtarırsan. Hər yerdə. Harda Allahın sevgisi ora qaçırsan. Bu ihsanın ən üstün dərəcəsidir. Bir də var ondan biraz aşağı dərəcəsi ihsanın. Onu elə muraqibə. Yəni fikirləşsən ki, Allah hər yerdə məni görür. Aydın ona görə özünü yığışdırırsan. Ona görə də bu insan bu şeyləri Allahın bu adının özündə dərk eləyəndə insan Allaha görürmüş kimi ibadət edir. Və Allah Subhanahu dedi ki, 40 yerdə, 40-dan çox yerdə bu adı Quran-ı Kərimdə ayələri bu adla tamamlayır. Yaxşı, baxaq görək ki, bu adla tamamladığı ayələrdə nə deyir Allah Subhanahu taala? Məsələn, bax birinci ayədə Allah Subhanahu deyir ki: "Zəlikə bi ennallaha yulicul leylə fin-nahari və yulicun nahara fil-leyl və ennallaha sami'un basir." Fikir ver. Yəni deyir, beləcə Allah gecəni gündüzə, gündüzü gecəyə qatır. Allah eşidəndir, görəndir. Yəni Allah Subhanahu taala bu yəni ayə bizə nə öyrədir? Allah Subhanahu taala bütün səsləri eşidir. Bundan qabaq biz keçmişdik. Məxluqatda olan bütün müxtəlif səsləri eyni anda kim nə istəyir, nə olur, nə başı hamısını eşidir və qarşıdırmır. Bütün dilləri, bütün ləhcələri hamısını Allah Subhanahu taala üçün yəni adi bir şeydir. Və həmçinin də deməli bütün məxluqatın hərəkətini müxtəlif vaxtlarda, onların hərəkətlərini, zamanlarının müxtəlifliyində, hallarının fərqliliyinə baxmayaraq görür. Zamanların müxtəlifliyində, biri gecə, biri gündüz, biri yerin altında, biri səmaların hansı birində, fərqi yoxdur. Allah hamısını görür, hamısından xəbərdardır. Bu ayə bax bizə bunu öyrədir. Və həmçində Allah Subhanahu buyurur ki, bu ayələrə diqqət eləyin. Bu çox dəhşətli ayələrdir. Allah Subhanahu deyir ki: "Vələv bəsatallahu rizqa li'ibadihi لَبَغَوْ فِي الْأَرْضِ وَلَكِنْ يُنَزِّلُ بِقَدَرٍ مَا يَشَاءُ إِنَّهُ بِعِبَادِهِ خَبِيرٌ بَصِيرٌ." Əgər Allah qullarına fikir ver. Bax bu gün deyirlər bizdə. Bu ayələr onu bizə deyir. Əgər Allah qullarına bol-bol ruzu versəydi, onlar yer üzərində hədd aşardılar. Lakin ruzunu istədiyi qədər göndərir, həqiqətən o qullarından xəbərdardır, onları görəndir. Deməli ruzu kimin əlindədir? Ruzu Allahın əlindədir. Allah Subhanahu taala insanların ruzusunu təyin edir. Və o ruzu ilə biz etiqad edirik ki, ruzu Allahın əlindədir. Və bəzən insanlar görürsən ki, ruzunun çox olmasını istəyirlər, bol olmasını istəyirlər, var-dövlətin çox olmasını istəyirlər. Necə ki, hədisdə rəvayət olunur ki, Peyğəmbər sallallahu əleyhi və səlləm ki, həqiqətən də qullarından eləsi var ki, onu yalnız var-dövlət, yəni zənginlik islah edir. Deyir, mən onu kasıblaşdırsam deyir, nə olar? O deyir, onun dini pozular. Və deyir, elə qullarında var ki, deyir, onu ancaq yəni yoxsulluq deyir, islah edir, düzəldir. Mən onu zənginləşdirsəm deyir, nə olar? O deyir, korlanar, dini pozular. Həmçinin də var qardaşlar, məşhur bir söz var da, istidrac. Bunu eşitmişsiniz də. Allahın qulunu dünya ilə azdırması. Necə ki, bizdən qabaqki qövmlərə peyğəmbərlər gəlirdi. Peyğəmbərlərə asi olan qövmləri Allah Subhanahu taala nə edirdi? Onları sıxırdı. Nə üçün? Onları haqqa qaytarmaq üçün. Ruzunu daraldırdı, çətinliklər verirdi onlara ki, onlar qayıtsınlar. Məsələn, məşhur kimdir? Məsələn, Firon. Firon. Allah Subhanahu taala Fironu batırmamışdan qabaq nə edir? Qurbağa göndərdi onlara. Çoxlu onlara tufan göndərdi, müəyyən bəlalar göndərdi Misir cəmaatına ki, onlar ayılsınlar. Ayılmadılar, Allah Subhanahu sonda onları məhv elədi. Və həmçində Allah Subhanahu nə deyir Quran-ı Kərimdə? Bax deyir ki, səndən əvvəl də ümmətlərə elçilər göndərmişdik. Fikir ver. Biz o ümmətləri sıxıntıya və xəstəliyə düçar etdik ki, bəlkə boyun əyilər. Sıxıntının olması Allahın rəhmətidir insana. İnsan bəzi qövmləri sıxır ki, ruzu ilə. Onları hətta aşmağa qoymasın. İndi görün ayənin dalına gəlir. Heç olmasa əzabımız onlara gəldiyi zaman boyun əyərdilər. Lakin onların qəlbləri sərtləşdi, şeytan da onları etdikləri əməlləri gözəl göstərdi. Onlar özlərinə edilmiş xəbərdarlığı unutduqları zaman hər şey, yəni bütün nemətlərin qapılarını onların üzünə açdıq. Misal Avropa. Bəzi qardaşlar misallar çəkirlər ki, niyə yaxşı yaşayırlar? Çünki Allah Subhanahu taala bəzən
müsəlman qövmləri yazığı gəlirdi, yəni onların həddi aşmasınlar deyə onları sıxır. Sıxır ki, onlar dünya açılsa onlara gedəcək onlar. Daha da yatacaqlar. Və sonra da Allah Subhanahu taala ayənin sonunda nə deyir? Fikir verin. Və deyir ki, özlərinə verilən şeylərə sevindikləri vaxt isə onları qəflətən yaxaladı və onlar deyir, yəni bədbəxt vəziyyətdə qaldılar deyir. Ona görə insan Allahın hikmətini bilmir. Bizim Allahın hikmətini anlamağa ağlımız çatmır. Allahın hər bir şey Allah üçün kamildir. Allahın sifətləri kamildir. Allah qullarını elə idarə edir ki, bəzən bizə qəribə gəlir. Deyir ki, niyə Allah Subhanahu taala belə eləyir? Onda böyük hikmətlər var, bizim xəbərimiz yoxdur. Biz o hikmətləri anlaya bilmərik zaten. Hətta məsələn görürsən ki, neçə illərdən sonra o hikmətlər üzə çıxır. Neçə illərdən sonra bəzən görürsən ki, tarix təkrarlanan sonra görürsən ki, subhanallah, bu Əkkasiya buna görə baş vermişdi. Biz onu görmürük. Biz sadəcə Allah haqqında gözəl zənn oluruq. Lakin biz bilirik ki, Allah Subhanahu taala bir qövmə rəhm eləmək istədiyi zaman onu sıxır, onu düzəltmək üçün. Onun ruhsunu daraldır, onu biraz dünyanın müsibətlərindən sıxır ki, onlar qayıtsınlar. Lakin ayılmayanda ya dəhşətli bəla gəlir onlara, yox edir onları ümumən, ya da ki, lap dəhşətlisi saxlayır axirət onları. Dünyanı açır tökür onların başına ki, yaşayın. Yaşayın, lakin elə bir məqam gəlir ki, sonra artıq gec olur. Ona görə də əlhəmdülillah insan gərək deməli bu şeylərdən ibrət alsın. Və bəzən də var-dövlət insanlar üçün yəni istidrac o dediyi kimi istidrac nədir? İnsanı azdırmasıdır və alimlər buna ümumi qayda qoyublar da. Yəni insan baxır, rububiyyəsi artıb, uluhiyyəsi zəifləyirsə bu istidracdır. Rububiyyəsi artıb, uluhiyyəsi də artırsa bu nemətdir Allahdır. Başa düşdünüz? Yəni Allah Subhanahu taala insana var-dövlət verəndə, dünyası rahat gətirəndə, işləri asan gətirəndə baxsın görsün ibadətləri nə yerdədir. Əgər o dünya onun ibadətlərini dala aparırsa, o bilsin ki, o gedir ona. Allah Subhanahu taala onu azdırır onu. İnsan özü istəyir zaten onu. Allahın köməyindən uzaq düşmək istəyir. Allah Subhanahu taala da öz köməyini çəkir, insan azır. Dünya gəlir insana, insan gedir. Çünki dünya elə bir bəladır ki, necə alimə gətirirlər ki, o Harut və Marutun sehrindən güclüdür onun sehri. İnsan onu sevir. Sevir, amma düşmənidir onun. Bir də öləndə ayılır insan ki, subhanallah, bu mənim üçün bəlaydı. Yox, əgər dünya artdıqca, insanın ibadəti də artırsa, Süleyman Əleyhisselam dəlildir bizə, onda insan bilsin ki, Allahdan onun bir lütfdir ona və Allah onun istəyir ki, cəhənnəmin daha üstün mərtəbələrini qazansın. Və bəzən də kasıbçılıq da insan üçün yəni, bəla ola bilir, yəni əzab ola bilir. İnsan Allah Subhanahu kasıbçılıq verir, necə ki, bağ sahibləri kimi. O iki dənə bağ sahibi olur, öyünür, təkəbbürlənir. Allah sonra dərhal ona kasıbçılıq verir, bağı məhv eləyir, ondan sonra ayılır. Ondan sonra ayılır ki, kaş ki mən Rəbbimə heç bir şey şərik qoşmayaydım. Məşhur qissətdə Kəhf surəsində. Hər biriniz oxumusunuz o qissəni. Bəzən ümumiyyətlə kasıbçılıq var ha, sıxıntı, dünyanın sıxıntısı. Allahdan çox o insana nemət olur. Allah Subhanahu taala bir qulunu sevəndə, ayıltmaq istəyəndə onu zərbə vurur bu dünyada ki, o insan ayılsın. Çünki onun ayılması ancaq ondadır. Bəzən bəzi xəstəliklərin dərmanı ağır olur. Dünyalı xəstəliklər var ki, elə xəstəliklər var ki, onun uzun illər müalicə keçməlisən ki, sən sağalasın. Qəlbində bəzi xəstəliklər var ki, o güclü zərbəyə lazımdır ki, o tərpətsin onu. Necə İbn Qeym rəhməhullah gətirir bu barədə danışır. Və həmçində deməli Allah Subhanahu taala başqa bir ayədə buyurur ki, həqiqətən Rəbbin istədiyinin ruhsunu bol edər, istədiyini də azaldar. Şübhəsiz ki, o öz qullarının halından xəbərdardır. Yəni Allah Subhanahu taala görür qullarını. Görür ki, kim hidayətə layiqdir, kim hidayətə layiq deyil. Və həmçinin görür ki, kimin halı var-dövlətlə yaxşılaşacaq, ona var-dövlət verir. Kimin halı yəni bununla korlanacaqsa, onu ondan yəni uzaqlaşdırır. Və həmçinin də başqa bir ayədə, baxın Bəsir adının mənası. Huvəl-ləzi xalaqakum fəminkum kafirun və minkum mu'min. Sizdən deyir, odur deyir, ey insanlar, sizi yaradan odur. Sizdən deyir, kim kafirdir, kim də mömindir. Vallahu bimə tə'maluna basir. Allah sizin etdiklərinizdən xəbərdardır. Subhanallah, yəni insan bilir ki, Allah hər kəsi tanıyır. Allah kimin mömin, kimin kafir olduğunu tanıyır. Ona görə insan qorxmalıdır. Və hər kəsin də qiyamət günü cəzasını ona görə verəcək, mükafatını ona görə verəcək. Və başqa bir ayədə Allah Subhanahu buyurur ki, sözsüz ki, ayələrimizdən üz döndərənlər bizdən gizli qalmazlar. Sözsüz ki, ayələrimizdən üz döndərənlər bizdən gizli qalmazlar. Mümkün deyil ki, bizdən gizli qalsınlar onlar. Bizim onlardan xəbərimiz var. Oda atılan kimsə yaxşıdır, yoxsa qiyamət günü əmin-amanlıqda olan insan. İstədiyinizi edin, həqiqətən o etdiklərinizi görür. Yəni, istədiyinizi edin dediyi zaman Allah Subhanahu taala bu ayədə, necə ki, Mücahid Dəhhak rəhməhullah, yəni bu ayənin təfsirini gətirirlər ki,
Yəni siz nə istəyirsiniz edin. Onsuz da deyir Allah Subhanahu bilir ki, yəni sizi tanıyır və əməllərinizi yəni görür və bu sanki bir insana bir təhdiddir. Yəni istədiyi belə. Allah Subhanahu istədiyi belə. Biz səni görürük. Yəni səndən xəbərdarıq və səni unutmayacağıq. Sən gəlib qiyamət günü bunun haqq hesabını verəcəksən. Necə ki, qiyamət günü insanların çoxsunun halı dəhşətli olacaq. Kimi anasını atmaq istəyəcək o da, kimi qövmünü atmaq istəyəcək o da, kimi deyəcək ki, məni tabi olanları ver, atım ayaqlarının altına tapdalayım. Bu günləri insanlar rahat gəzirlər. Amma o günləri, o dəhşətli gündə yəni heç kim elə olmayacaq. Və ona görə də bu ayələr bir o Allahın ayələrini inkar edənlərə bir təhdiddir ki, Allah Subhanahu xəbərdardır, bilir, görür, heç nəyi unutmur, hər kəsin cəzası veriləcək. Və başqa bir ayədə Allah Subhanahu ki, innellezine, bax bu ayələrə diqqətli olun. İnnellezine yücadiluna fi ayatillahi bighayri sultanin atahum in fi sudurihim illa kibrun ma hum bibalighi. Fəstəiz billah innehu vəs-səmiul basir. Allah Subhanahu buyurur ki, həqiqətən özlərinə bir dəlil gəlmədən Allahın ayələri barəsində mübahisə edənlərin sinələrində, yəni qəlblərində bir təkəbbürlük vardır. Onlar heç vaxt yəni o şeyə nail ola bilməyəcəklər ki, Allahın ayələrinin üstünəsində. Yəni bu günlər görürsüz, Quranilər çıxır, nə gəldi çıxır, öz ağılları ilə Allahın ayələrini inkar edirlər. Allahın dinini inkar edirlər. Və Allah Subhanahu ki, onların qəlblərindəki təkəbbürlükdəndir bu. Onlar Allahın ayələrini qəbul etmək istəmirlər. Öz ağılları ilə yazmaq istəyirlər bunu. Və Allah Subhanahu ki, onlar heç vaxt buna çatmayacaqlar. Ey peyğəmbər, sən Allaha sığın, həqiqətən o eşidəndir, görəndir. Yəni bu ayədə nə var? Allahın ayələri batil eləmək üçün mübahisə edənləri Allahın görməsi, onlardan xəbərdar olması və həmçinin də Allah Subhanahu buyurur ki, bir müjdə olaraq ki, onlar heç nəyə nail olmayacaqlar. Onlar bunun təkəbbürlüklərini edirlər, lakin Allah Subhanahu öz dinini saxlayacaq, öz dinini qoruyacaq və kim nə eləyir eləsin. İbn Teymiyyə rəhməhullah hakim nə demişdi? Deməli, Mötəzilə, Əşari, Maturidi, Rafizi tuttururlar da onu, tez-tez tuttururlar. Axırda hətta hakim gəldi, dedi ki, gelin şəhər gəzin, İbn Teymiyyə bütün kitablarını yandırın. Əlinizə keçən nə kitabı varsa İbn Teymiyyə, ev gəzin, İbn Teymiyyə kitablarını tapın, yandırın. Bir dənə kitabı qalmasın yer üzərində. Baxın, bəyəm qalmayıb İbn Teymiyyə kitabları. İbn Teymiyyə elə bir dini ev yoxdur ki, İbn Teymiyyə kitabı o evdə olmasın. İbn Teymiyyə kitabından orada faydalanmasın insanlar. İbn Teymiyyənin əsərlərindən, qaydalarından insanlar faydalanmasınlar. Allah sana qoruyur. Sən neyinisə elə. Amma o, padşahın yanında, sultanın yanında pulla öz əsərlərini satan, o İbn Teymiyyə tutturub öz əsərlərini insanlara, yeridən insanlara bir dənəsinin əsərini tanıyırsınız. Tanıyırsınız adlarını, tanımırsınız heç birini. Allah Subhanahu qoruyan, ucaldan, adları saxlayan, insanlara savab yazan, onları zəll edib, kimi zəll eləyən, kimi izzətləndir. Allahdır. Sən Allahın dinində ol, o səni izzətləndirəcək. Onu Allah Subhanahu peyğəmbər nə deyir? Sən deyir Allaha sığın. Narahat olma. Sən Allaha sığın deyib, Allah Subhanahu yəni görür və Allah Subhanahu hər şeydən xəbərdardır. Eşidəndir. Və başqa bir ayda Allah Subhanahu buyurur ki, deyir ki, Allah ədalətlə hökm verər, onların ondan başqa tapındıqları bütlər isə heç bir şey hökm edə bilməzlər. Şübhəsiz ki, Allah eşidəndir, bax görəndir. Bax, bu da ayədə də fikir ver. Sən deyir ədalətlə hökm. Allah ədalət hökm verər. Əslində Allahın hökmü, Allah istəsə bütün məxluqatına hökmü nə ilə verər? Ədalətlə. Sizcə ədalətlə Allah hökm versə biz nə olarıq? Biz həlak olarıq. Sadəcə Allah Subhanahu rəhman və rəhimlidir. O qullarına qarşı mərhəmətlidir. O qiyamət Allah istəsə ədalətlə hökm verər. Sadəcə bizim aramızda deyir ki, məxluqat öz aranızda ədalətlə hökm verir. Lakin Allah öz haqlarında qullarına qarşı mərhəmətlidir. Ədalətlə yox, rəhməti ilə çox var hökm verir. Nə qədər insan var ki, bu günləri Allahı inkar edirlər, Allahı söyürlər, Allahın dinini yaşamaq istəmirlər, müsəlmanları öldürürlər. Allah Subhanahu ədaleti ilə qalsa, yer üzərində adam qalmaz. Sadəcə Allah Subhanahu rəhməti var və möminlər özləri qiyamət günü bilirsiniz məşhur hədisi insan gələcək, neçə yüz il Allah'a ibadət edir və deyəcək ki, Allah Subhanahu ədalətinlə yoxsa rəhmətinlə imtahan olunmaq istəyirsən. Deyəcək ki, ya Rəbb ədalətinlə. Allah Subhanahu bir gözün qoyacaq tərəzinin gözünə, onun əməllərini də tərəzinin o biri gözünə, onun gözü ağır gələcək və Allah Subhanahu atacaq onu cəhənnəmə. Ona görə biz Allahın rəhmətinə sığınmalıyıq. Heç kəs əməli ilə cənnətə girməyəcək. Hətta Peyğəmbər sallallahu əleyhi və səlləm belə özü deyir ki, mən öz əməllərimlə biz cənnətə girməyəcəyik.
Allah Subhanahu rəhməti ilə, sonra əməllərlə cənnətdə ucalacaqsan. Cənnətdə dərəcələrə çatacaqsan. Lakin Allahdan başqa ibadət olunan bütlər isə heç bir hökm verə bilməz. Nə bu dünyada heç nəyə qadir deyillər, nə də axirət günü. Axirət günü vəhşi zəlil olacaq insanlar. Allah Subhanahu göndərəcək onlara ki, gedin, onlardan istəyin ki, sizi qurtarsınlar. Onları kimsə qurtara biləcəklər, heç kəs. Hətta inkar edəcəklər. O cinlər, o mələklər. Allah Subhanahu İsa əleyhissalama deyəcək qiyamət günü: "Ey İsa, sən mi dedin ki, ananla səni ilah götürsünlər? Ya Rəbbi, haqqım olmayan bir şeyi, yəni mən deyə bilmərəm." Getdilər. Başqa Əli radiyallahu anh ilah götürənlər, Hüseyin radiyallahu anh ilah götürənlər. Hamısı inkar edəcək. Hamısı deyəcək: "Ya Rəbbi, biz haqqımız deyil bu bizim. İbadət olunan yalnız sənsən." Ona görə də insan bu şeyləri başa düşəndə bilir ki, Allah Subhanahu taala hər şey qadir olan odur. Və başqa Allah Subhanahu taala Quran-Kərimdə buyurur ki, həqiqətən Allah sizə əmanətləri sahiblərinə qaytarmağınızı və insanlar arasında hökm verərkən ədalətlə hökm verməyinizi əmr edir. Fikir ver. Allahın sizə verdiyi bu öyüd nəsihət necə də gözəldir. Şübhəsiz ki, Allah eşidəndir, görəndir. Yəni bu ayədə Allah Subhanahu taala əmanətə sahib olmağı, düzgün şəkildə əmanətə riayət etməyi, yəni bizə əmr edir. Məsələn, əmanət deyəndə, yəni istər bu Allahın haqqlarıdır. Allah sənə əmanət olan onları verib, namazdır, orucdur, zəkatdır, kəffarələrdir və s. digər ibadətlər ki, Allah qiyamət onları səndən soruşacaq. Sənin bu bədənindir. Sənin bu bədənin də əmanətdir. Qiyamət Allah səndən soruşacaq. Zövcən əmanətdir. Allah ona əmanət verib sənə, soruşacaq haqqında. Yəni insan bunları dərk eləməlidir. İnsan başlı-başına buraxılmıyor. Necə Allah Subhanahu sual verir Quran-Kərimdə: "Mənim insan başlı-başına buraxıldığını mı güman edir?" Xeyr, insan başlı-başına buraxılmıyor. Sadəcə bu dünyada müəyyən qədər sənə vaxt verilib. Lakin o vaxtı sən qiyamət günə görəcəksən, insan nə qədər yaşadın? 1 saat ya da 1 gün, ya Rəbbi, 1 gündən də az. Qaytar mənə dala, daha adam olacam, amma olmayacaqsan. Bugün görürsən, nə qədər insanlar var, başlarına bəlalar gəlir, yenə də ayrılmırlar, adam deyirlər, adam düzəlmir insan. Nə qədər müsibət göndər Allah Subhanahu insan düzəlmir. Ona görə insan Rəbbinə qarşı çox nankordur və çox zalimdir. Və həmçinin də Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, sənə əmanət verənə əmanətini qaytar, sənə xəyanət eləyən isə xəyanət eləmə. Yəni, müminin sifəti bu olmalıdır. Əmanəti riayət eləməlidir, lakin xəyanəti isə xəyanətlə cavab verməməlidir. Hətta Peyğəmbər sallallahu əleyhi və səlləm başqa bir hədisdə buyurur ki, qiyamət günü hər bir haqq öz sahibinə qaytarılacaq, hətta buynuzlu qoç buynuzsuz qoçu vurduğuna görə də o cavab verəcək deyir qiyamət günü. Subhanallah. Baxın, yəni insan fikirləşməlidir ki, ya Rəbbi, yəni necə dəhşətli bir gün qabaqda mənə gözləyir. Və sonuncu ayədə Allah Subhanahu buyurur ki: "Və aqimus-salata və atuz-zakah." Namaz qılın və oruç tutun, zəkat verin. "Və ma tuqaddimu li anfusikum min xeyrin teciduhu indallah." Əvvəldən özünüz üçün nə hazırlamısınızsa bu dünyada, onu Allah yanında tapacaqsınız. Narahat olmayın, itib getməyəcək o. İnnallaha bima ta'maluna basir. Və bu da həqiqətən Allah Subhanahu taala sizin etdiklərinizi görür. Və bu da dəlildir ki, Allah Subhanahu taala Allahın vədi haqqdır. İnsan heç bir əməlin zay olmasını rahatlıqla bilsin ki, nə edibsə hamısı qaytarılacaq ona. Hər bir şey ona görə savabı var onun üçün. Ona görə də insan heç bir xeyri aşağı görməməlidir. Nə xeyir çıxırsa qabağına onu mütləq çalışmalıdır eləsin və nə günah da varsa qaçsın ondan. Çünki bilirsiniz də Zəlzələ surəsinin sonuncu ayələrində Allah nə deyir? Kim zərrə qədər xeyir eləyərsə onu görəcək, kim də zərrə qədər şər eləyəcəksə onu görəcək. Ona görə də insan qorxmalıdır Allahdan. Çalışmalıdır ki, günlərini, aylarını, illərini xeyirlərlə keçirsin və öz əməl dəftərlərinə doldursun. Necə Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, qiyamət günü nə xoşbəxt o insandır ki, əməl dəftərində çoxlu nə görəcək? İstiğfar, Allahdan çoxlu bağışlanma. Yəni o qədər bu dünyada bağışlama edəcək Allahdan ki, əməl dəftərində o gün günah qalmayacaq. Və ona görə də insan bu ad bizə nəyə öyrədir qardaşlar? Bu ad insanın qəlbinin daimi oyaq qalmasını ki, Rəbbim məndən xəbərdardır, məni görür və günahdan uzaq olmalıyam, ona itaət üzərində olmalıyam. Ən ta'budallaha kənnəkə tərah fə illəm təkun tərah fə innəhu yarak. Yəni sən Allah elə ibadət edər ki, sanki o səni görürmüş kimi, sən onu görürmüş kimi, sən onu görməsən də bil ki, o səni görür. Yəni insan çalışmalı ki, belə ibadət eləsin daim Allaha. Ona görə sonda İbn Rəcəbin qəşəng bir qissəsi var burada. İbn Rəcəb, bax bu qadının imanına baxın. Bir kişi deyir, bir qadınla səhrada zina eləmək istəyir və qadını çağırır, məcbur eləyir və qadın da ona deyir ki, qadın da ona etiraz eləyir və deyir ki, qadına bizi ancaq ulduzlar görür. Kim görür ki bizi?
O da deyir ki, ulduzları yaradan görür bizi deyir. Yəni, bəs ulduzları yaradan bizi görmürmü deyir. Allah Subhanahu ayədə buyurur ki, Ələm ya'ləm bi ənəllaha yara. Yəni, o bilmirmi ki, Allah Subhanahu taala yəni onu görür. Subhanallah, ayəyə bax. Yəni, o bilmirmi ki, Allah Subhanahu taala onu görür. Yəni bu ayə insan üçün çəkindirmək üçün, uzaqlaşdırmaq üçün günahlardan ən böyük vaizdir, nəsihətdir. Və sələflər ciblərində həmişə Tur surəsinin 48-ci ayəsini saxlayıblar həmişə. Çox sələfin cibində bu vərəqdə yazılıb saxlanılıb. Və həmişə daim onların yadında olub, çıxardıb baxıblar. Tez təkrarlayıblar ki, Allah Subhanahu deyir ki: "Vasbir li hukmi rabbika fa innaka bi a'yunina." Sən Rəbbinin hökmünə səbr et, sən bizim gözümüzün qabağındasan. Narahat olma. Başına nə gəlirsə, biz səni görürük. Nə gəlirsə, səbr elə Rəbbinin hökmünə. Və bu ayə nəyə göstərir? Səbrə ehtiyacımız var. Səbr eləməliyik daima. Həqiqətən necə ki, məşhur hədisdə Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki: "Va'lam ennən nasra ma'as sabr." Həqiqətən kömək səbrlə bərabərdir. Və ennel fərəcə ma'al kərb. Həqiqətən deyir o çətinlik, o kərb nədir? O kədər, qəmlə bərabərdir deyir fərəc çıxış yolu. Və ennə ma'al usri yusra. Və həqiqətən deyir hər bir çətinlik də asanlıqla bərabərdir. Ona görə insan bu şeylər eləyəndə, biləndə ki, onun başına nə gəlsin, hamısı Allahın gözünün qabağında baş verir, Allahın ondan xəbəri var. Əlhəmdülillah, Allaha sığınsın, Allah onu heç vaxt yardımsız buraxmayacaq. Allahdan istəyirəm ki, Allah Subhanahu taala bizi bu dünyada da, axirətdə də bu adın təsiri altında yaşamaq müvəffəq eləsin, bizi qorusun və bizi onun əmrləri üzərində sabit edib günahlarından çəkinməyə müvəffəq eləsin. Bizim Allah bilir və sallallahu alə nəbiyinə Muhammedin və alə alihi və sahbihi ecmaîn.